Elhamdülillah, bayram namazını qıldıq. Mənim isə sizə bir sualım var. Müsəlman bayramları niyə digər bayramlardan üstündür? Siz öz cavablarınızı şərhlərdə yazın. Mən isə bir neçəsini sizə bildirim. 1. Bizim bayramlar mənəvi təmizliklə, ibadətlə, namazla, dua ilə başlayır. Bayram günü insanlar sübh tezdən ticarət mərkəzlərinə deyil, məscidə gedib Allaha yönəlir. 2. Bayram namazından həmən sonra qurban kəsib qohuma, qonşuya, yoxsula paylayırıq. Yəni tək özümüz yemirik. Çünki yardımlaşmaq ibadətdir. 3. Bizim bayramlar çox sadə və israfdan uzaq olur. Bayram gözəlliyi süni şou və rəngli işıqlarda deyil, nur dolu qəlblərdədir. 4-cü və ən əsası isə bizim bayramı adi insanlar deyil, aləmlərin Rəbbi olan Allah seçib, təyin edib. Bayramınız mübarək.